Çox yaxşı mövsüm idi. Biz daha uğurlu çıxış edə bilərdik. Biz hər mövsümü daha yaxşı çıxış etmək istəyirik. Çox xoşbəxtlik ki, növbəti kuboku qazandıq. Hisslər təbii ki, fərqlidir. Çünki mənim Qarabağla müqaviləm başa çatır. Bilmirəm, mən gələn mövsüm Qarabağda qalacam, ya yox. Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Buna görə də fərqli hisslər yaşadığımı deyirəm. Klubla danışıqlar gedir. Biz hələ də razılaşma əldə etməmişik. Hər şey ola bilər. Bəzi klublar mənim menecerimlə danışıqlar aparır. Mən adları çəkə bilmərəm. Bu mənim işim deyil. Mənim işim meydana çıxaraq hər oyunda qələbə qazanmaqdır. Mövsümün sonunda artıq qərar veriləcək. Hələ ki 2 oyunumuz qalır. Çempionat və kubok. Hələ ki tam fikrim bu 2 oyunadır. Qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu mənim və klubum arasındadır. Sizə bir şey söyləyə bilərəm ki, mən Qarabağı sevirəm. Mən klubu çox sevirəm. Baş məşqçi mənim formamı bərpa etməyim üçün çox kömək etdi. Mən Qarabağda qalsam da, qalmasam da, Qarabağ hər zaman mənim qəlbimdə qalacaq.